ölmez, vətən bölünməz. Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Yenə Space Televiziyasının Qarabağ Azərbaycandır proqramı Göyçaydadır. Qəhrəmanlar şəhəri olan Göyçaydadır. Bugün igid bir oğlumuzun, qəhrəman bir oğlumuzun, xəyalımızın ailəsinin ziyarətinə gəlmişik. Əziz qardaşımız buradadır. Eldəz müəllim, neçənci dəfədir sizinlə görüşürük, bax belə ziyarətlərdə, müqəddəs yerlərdə. Bu da sizin ikinci səfərdir Göyçayda şəhidlərimizin ziyarətində görüşürük. Bugün artıq 5-ci ildir ki, şəhidlərimizin il dönümüdür. Dövlətimiz, millətimiz var olsun ki, qəhrəman şəhidlərimiz heç vaxt unudulmur. Allah şəhidlərimizin ruhunu şad eləsin. Daim sizi də izləyirik, siz də bütün günü şəhidlərimizin yanındasınız. Şəhid vətən sevgisi təmənnasızdır. O qəlbən varlı insanlara şamil olunur. Bəli, siz də qəlbən varlı bir insansınız. Allah xalqımızı, millətimizi var eləsin, şəhidlərimizin ruhu şad olsun. Müqəddəs atalarımız buradadır. Allah sizləri var etsin. Biz bir neçə dəfə artıq Göyçaya səfər etmişik, sizinlə görüşmüşük. Axırıncı dəfə ilə sizin evinizi ziyarət etmişik. Düzdürmü əziz qardaşım? Allah ziyarətinizi qəbul eləsin, şəhidlərimizə Allah rəhmət eləsin, şəhid valideynlərinə səbir dözüm versin. Hər biriniz xoş gəlmişsiniz bizim elə obaya. Teşekkür ederiz. Əslində bir şəhid valideynin, bir şəhid atasının, anasının bizə xoş gəlmisiniz, elimizə, obamıza xoş gəlmisiniz deməsi doğrudan da bizim üçün böyük bir şərəfdir. Allah sizi qorusun. Allah sizi qorusun. Xoş gəlmisiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün elbanı var eləsin. Sizi xoş gəlmisiniz. Amin. Analarımız buradadır, analarımız buradadır. Anamız gəlir, anamız gəlir, can ana. Necəsiniz? O qədər sevindim, hamıdan tez gəldim bura ki siz gəlirsiniz. Əskər, vətən əmanəti, yurd əmanəti. Əskər, ocaq əmanəti, od əmanəti. Qarabağ Azərbaycandır komandası, yenə deyirəm, Göyçay rayonunun Qaraman kəndinə xoş gəlmisiniz. Mən çox sevindim. Bu komanda Respublikamızın o yeri yoxdur ki, getməsin. Harada şəhid var, ora gedir. Mən Nuranə xanımı çox sağ ol deyirəm. Müşfiq müəllim, Xəyal müəllim, yadımdan çıxanlar varsa üzürlü hesab edin. Sağ olun bala, siz ki bizim bu şəhid balalarımızı belə sayırsınız. Allah sizə həmişə yar olsun, kömək olsun. Uzağa yaxına baxmırsınız. Şəhidlərimizə qiymət verib gəlirsiniz. Mən həmişə deyirəm Nuranə xanım, aslanın erkəyi dişisi olmaz. Mənim kişi qeyrətli Nuranə xanımım, çox sağ olun. Mən Bakıda olanda da öz verilişlərinə məni həmişə dəvət eləyir. Allah sizdən razı olsun. Gələn ayaqlarınız var olsun. Bütün şəhid anaları hamısı sizin gəlişinizi səbirsizliklə gözləyirdi. Sağ olun. Xəyalımızın anası. Gözəl anam, gəldim sizi. Xəyalın qonaqlarıyıq biz. Xəyalın adını deyib gəlmişik. Bax, buradakı bütün cəmaat hər biri bugün xəyalın qonağıdır. Xəyalımızın qonağıyıq. Allah qardaşımızın məkanını cənnət eləsin. Yolla gələndə bax, Müşfiq müəllim də, Xəyal müəllim də hər ikisi ilə gəlmişik. Biz neçə illərdir bir yerdə, belə deyim də, şəhid ailələrinin ziyarətinə gedirik. Elə xeyli xəyaldan danışıblar, xəyalın qəhrəmanlığından danışıblar, atadan danışıblar. Ümumiyyətlə elə Göyçayın şəhidlərindən danışıblar. Allah var eləsin sizi, anam. Herkese xoş gəldin deyirəm. Qarabağ Azərbaycandır komandasını təşəkkür eləyirəm. Çox sağ olun, çox var olun ki, bu şəhidləri unutmursunuz, unutturmursunuz. Allah hər bir kəsdən razı olsun. Çox danışmaq olar, amma mənim üçün bugün danışmaq ən çətin gündür. Çünki mən bugün şəhidlərindən sonunda... Yox, qurban ağlama havada istidir, ağlatmağa gəlir. Allah hər bir ruhun şad eləsin. Bütün şəhid valideynlərinə Allah səbir dözüm versin. Heç özümüz qarışıq. Allah sizlərdən də razı olsun. Çox sağ olun, çox var olun. Təşəkkür. Gələn sizi Göyçayda görmək istəyərdik. Can, sağ olun. Çox sağ olun bu qədər. Allah. Hay can.
Bu ana. Allah'a emanet. Tək uşaq. Bəli, tək uşaq. Heç nə. Hiç düşünmezdim ki sabah Uca Allah Əslində Canan anam biz bir neçə rayonunda əziz tamaşaçılarımız, hal-hazırda bizi izləyən tamaşaçılarımız hər zaman bunu qeyd edirəm. Elə analarımız var ki, Azərbaycanımızda Vətən müharibəsində 2 oğlunu Qarabağ uğrunda qurban verdi. Bax o analardan Ziba ananın bu dəqiqə yadıma düşdü. Nurlanın İntiqamın anası. Elə analarımız da var ki, o anaların tək bir övladı olub. Tək övlad, yeganə, ailənin yeganə övladı və o yeganə övladını da bax bu analar gözünü qırpmadan torpaqlarımız uğrunda qurban verib. O analardan biri Nəzakət anadır. Beyləqandan, düzdür Müşfiq müəllim? Beyləqandan, Nəzakət ana. Bərdədə var Arzu ana. Mingəçevirdə var Sevinc ana. Əllərindən öpürük hər birinin. Qurban olaram sizə. Qəhrəman şəhidimiz Məmmədov Vasifin anasıdır. Vasif evin yeganə evladı idi. 44 gün Vətən müharibəsində Füzulidən Şuşaya qədər döyüşərək şəhid olmuşdu və dövlətimiz Cənab Prezident tərəfindən 6 medal və 1 ordenlə təklif olunmuşdu. Və döyüşdə bəli, kəşfiyyatçı olubdu və döyüşdə göstərdiyi sücaətə və qəhrəmanlığa görə dövlətimiz 6 medal və 1 ordenlə təklif eləmişdi. Zenfira ana bugünkü gündə ayaq üstə durmağın səbəbi bu sağda solda dayanan analardır. Bəli, elə bir xəstəlik var ki, tibb onun qarşısında aciz qalır da. Ana demək olar ki, özünə yer tapa bilmirdi. Bizim analar ona demək olar ki, həmin dərman oldular. Zenfira ananın bu gün ayaq üstə durması, formalaşması, demək olar ki, onun müdrik olmasının səbəbkarı bizim bu Göyçayın qəhrəman şəhid anaları oldu ki, o anaya dəstək oldular. Hər zaman yanına, bu günlərim evdən götürürlər, evə aparıb qoyurlar və həmişə də baxmayaraq ki, o ağrı acını analar çəkir. Amma bu ananı nəzərə alaraq onlar öz dərdini bu analarla bölüşürlər. Allah can sağlığı versin. Siz də xoş gəlmisiniz Karaman kəndinə. Allah kömək. Üzünüz güləndə mən sevinirəm. Şəhid analarının üzü güləndə şəhidlərimizin də ruhu şad olur. O biz sözdə deyirik ki, şəhidin ruhu şad olsun. Şəhidin ruhunu necə şad eləmək lazımdır? Gərək şəhid valideynlərinin yanında olasan. Şəhid valideynləri bizdən, əziz tamaşaçılarımız, əziz Azərbaycan xalqı, şəhid valideynlərin bizdən istəyi nədir? Yalnız diqqətdir, yalnız şəhidin belə deyim, doğum günüdür, şəhidin o şəhadətə yüksəldiyi gündür. Yanlarında bizi, hamımızı görməkdir. Bax, burada olan bu izdihama görə mən Göyçay cəmaatına təşəkkürümü bildirirəm. Göyçay cəmaatı bax, şəhidinə dəyər verir. Burada olan insanların hər biri şəhid sevər insandır, şəhidə dəyər verəndir. Onlar hər biri sözün əsl mənasında anlayır ki, torpaqları geri qaytarmaq üçün bax, xəyal canından keçib. Bax, bu oğul cavan canından keçib ki, Qarabağ torpaqlarında bugün bizim bax, bu 3 rəngli bayrağımız dalğalansın. Bunu anlamaq və şəhid ailələrinin yanında olmaq bizi bir eləyir, bizi birgə eləyir, bizi əsl Azərbaycanlı eləyir. Bizim elə Azərbaycanlı olmamız bax, bu izdihamla bilinir. Allah sizin hər birinizdən razı olsun. Bugünkü gün şəhid ailələrinin yanındasınız, onları bugün tək qoymursunuz, onlara mənəvi olaraq dəstəksiz. Elə sizin hamınız için mən qarışıq, hamımız şəhid ailəsiyik. Bizim Qarabağ müharibəsi 88-ci ildən qaynaqlanmış və axırıncı antiterror 2023-cü ildə yekunlaşmışdı və biz suverenliyimizi bərpa eləmişdik. Həmən suverenliyin bərpa olunmasında 23 saatlıq antiterror əməliyyatında aparılan döyüşlərdə Göyçayımızdan da bir qəhrəman şəhidimiz Məhərrəmov Elnur şəhid olmuşdu və yaşadığı Göyçay rayon Şəkər kəndində də dəfn olunmuşdu qəhrəman şəhidimiz və dövlətimiz tərəfindən medal və ordenlərlə təklif olunmuşdu. Kəlbəcər istiqamətində, Ceyranbağ istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Gəldiyinizə görə Xəyyəm Hüseynovun atasıyam mən, şəhid. Bayaq hörmətli jurnalistimiz hər bir kəsə burada mikrofonu təqdim eləyəndə fikir verdiniz yəqin. Sizə təşəkkür eləyirdilər. Kimlər? Şəhid anaları. Bilirsiniz bu nə deməkdir? Hansı ki, ancaq təşəkkür bunlara düşür. Amma o insanlar onlara qayğı görsədən, onları yadına salan hər kəsə təşəkkür eləyirlər. Bu çox böyük şeydir. Bugün Space kanalına mən şəxsən öz adımdan
Mən o kanalın əməkdaşlarına və rəhbərliyinə minnətdaram. Çünki jurnalistlərimiz çoxdur, çoxları ilə də tez-tez rastlaşıram və onların iş fəaliyyətini soruşanda jurnalist olduqlarını bildirirlər və bir sualla onlara müraciət edirəm. Axırıncı dəfə hansı şəhid ailəsindən gəlib maraqlanmısınız və susurlar. Bu sizin böyüklüyünüzdür. Bu sizin kanalın şəhid və şəhid ailələrinə, qazilərə, xüsusən də Azərbaycan xalqına qoyulan hörmətdir. Bugün siz bura bir şəhidi yox, Göyçay şəhidlərinin hər birini ziyarətinə gəlmişsiniz. Çox bizim gənc şəhidimiz olan Həsənov Xəyal Zeynəddin oğlunun onun məzarı önündəyik. Və inanın ki, siz bütün Göyçay şəhidlərinin və o cümlədən Azərbaycan şəhidlərinin ziyarət eləmiş olursunuz. Çünki onların qanı o torpaqda artıq qardaşlaşıblar. Onların qanı orada bir-birinə qarışıb. Düz 26 il, 94-cü ildən gözlənilən və hamının arzusu olan, hətta qəlbimizdə bir şübhə də vardı ki, ola bilsin artıq bu torpaqlar bizim olmayacaq. Amma bu uşaqlar bütün o şübhələrin üstündən bir xət çəkdilər və qanuni olan bizim torpaqlarımız olan torpaqlarımızı bu xalqa, bu millətə əmanət olaraq qaytardılar. Bizim də borcumuz budur ki, bugündən sonra yaşadığımız nə qədər yaşayarıqsa və bizdən sonra gələn nəsillərin də borcundan ibarətdir ki, o müqəddəs torpaqları göz bəbəyi kimi qorusunlar. Çünki orada hər qarışında Azərbaycan övladının qanı, ruhu var. Onu qədrini bilməliyik, onu əmanət kimi gələcək nəsillərə ötürməliyik. Bütün şəhid ailələr adından, Göyçay şəhid ailələr adından minnətdarıq. İnanın ki, biz heç birimiz incimərik. Siz elə insanlar bugün seçmişsiniz ki, evinə getmək bizim qəlbimizdən xəbər verən yerlərdir. Bax o Şəmsistanın, o Zemfira bacının, bax gördünüz, yaxlarım, bizdən başqa onun təskini verəsi adamı yoxdur. Yəni onun nə suyla, nə üzr istəyirəm, hansısa malcı ilə malcı eləmək mümkündür. Onun malcəsi bizdədir. Bax bizim elə onun yanında dayanmamız ona malcədir. Çox sağ olun. Məmmədov Sənanın atasıyam, Göyçayın Çağırlı kəndindən. Hamımıza Space komandasına təşəkkür edirəm. Eldəz mən sizə təşəkkür edirəm bu təşkilatçılıq qabiliyyətinə görə. Çox sağ olun ki, bizim şəhidləri belə işıqlandırırsınız. Sizə böyük təşəkkür edirəm. Mən deməzdim ki, xanım, xoş gəlmisiniz deməzdim, deyərdim ki, Allah ziyarətinizi qabil eləsin. Allah hamımızın canını sağ eləsin. Həmişə analara deyirəm, qardaşlarıma deyirəm. Allah hamımızın canını sağ eləsin ki, sağ olasınız ki, var olasınız ki, bu belə xəyal kimi balaları, Vidadi kimi balaları, Sənan kimi balaları həmişə başını, onlar bizim necə ki başımızı uca elədi, biz də onları yaşadaq, sevək, həmişə onu yad eləyək, yaddan çıxartmayaq balaları. Biz yaddan çıxartmasıq, kənar adamlar da yaddan çıxartmaz. Ona görə də mən məktəbdə müəllimlərə deyirəm, həmişə deyirəm, bu vətənpərvərliyi orada şagirdlərə də sövq eləmək lazımdır. Başa salmaq lazımdır ki, qiymətləndirmək. Bir söz dedim, dedim, körpə uşaq birinci sinifin uşağı. Anası ilə gedirdi, ya mən o qızım. Uşağa de ki, sən otur maşında qəbirstanlığa gedirsən. Uşaq elə bil ki, körpə uşaq deyir. Gedirəm, niyə orada şəhid var, mən də gedirəm. Siz inanırsınız, mənə elə bir təsir elədi ki, yəni orada şəhid var, mən də o qəbirstanlığa gedirəm. Şəhid elə bil ki, bir sağlam insan var, əlində avtomat durub, ki, bunu qoruyacaq orada. Yəni mənə elə təsir elədi. Bax, şəhidə belə qiymət verir. Bir körpə uşaq kimi, hamı böyük də, kiçik də şəhidə belə qiymət vermək lazımdır. Çox sağ olun. Allah da var eləsin. Mən də Fərid Nadirin atasıyam. Su Qovşan Ağdərə hüququnda gedən döyüşlərdə şəhid olub. Çox sağ ol ki, yəni Allah köməyiniz olsun ki, bizi arayırsa, axtarırsa. Təşəkkür edirəm. Nadirov Fərid kəşfiyyatçı olubdur. Bəli, Su Qovşan Talış istiqamətində gedən ağır döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olmuşdur. Şəhid olundan sonra Cənab Prezident tərəfindən bir neçə medal və cəsur döyüşçü vətən uğrunda və ordenindən təklif olunmuşdur. Bu da deməkdir ki, xalqımız, millətimiz, dövlətimiz heç vaxt qəhrəman şəhidlərimizi unutmurlar. Mən Rəhim Həmidovun atası, şəhidimiz Füzuli və Xocavənd istiqamətində döyüşlərdə şəhid olmuşdu.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah ruhlarını şad eləsin. Şəhid Muayilov Rüfətin atası Muayilov Bəhram Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuşdu. Bu Füzuli döyüşlərində, Alxanlı döyüşündə, kəndində qəhrəmancasına şəhid olmuşdur. Evə gəlməyinə 4 günü qalmışdı. 4 gündə elə bir ki, vətənin keşini çəkməyə getdilər və 2-3 gündən sonra şəhid xəbəri gəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizə də təşəkkürümüzü bildiririk. Çox sağ olun. Allah razı olsun sizdən ki, gəlib işıqlandırırsınız. Çox sağ olun, minnətdarıq. Mən də Göyçay rayonu Müskülü kəndi Xancanov Təbrizin, şəhid Təbrizin atasıyam. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Atalar, analar hamısına səbir diləyirəm. Qəhrəman şəhidimiz Xancanov Təbriz Göyçay rayonu Müskülü kəndindən anadan olmuşdu. Və 44 günlük vətən müharibəsində Talış su qovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Və şəhidimiz də Göyçay rayonu Müskülü kəndində də dəfn olunubdur. Dövlət tərəfindən orden və medallarından təklif olunubdur. Ümumi Göyçayımızın 264 şəhidi var. O 264 şəhidin 255-i qeydiyyat olaraq Göyçay rayonunda qeydiyyatdadır və 9-u digər rayonlarda, qonşu rayonlarda qeydiyyatda olduğuna görə 255-i Göyçay rayonunda qeydiyyatdadır həmin şəhidlərimiz. İkisi Azərbaycanın bildiyiniz kimi 20 yanvar o Əliyalın tankların qarşısına çıxan və müstəqilliyimizin əldə olunmasında canından keçən 2 Göyçaylımız şəhiddir. Və 214 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə və digər belə deyək, atəşkəs dövründə də bizim 3 şəhidimiz var. 44 günlükdə 46 şəhidimiz oldu və antiterror şəhidində döyüşlərində də 1 şəhidimiz var. Ümumilikdə Göyçayımızın 264 şəhidi var. Biz elə bir mütəmadi olaraq toplum bir araya yığılıb şəhidlərimizi anırıq. Hər mövludlarında, il dönümlərində və həmişə də bizim yanımızda olur, rayon icra hakimiyyəti və dini qurumlardan olsun və yaxud icra nümayəndəliyindən olan şəhər ziyalıları, ictimaiyyəti hər zaman şəhid ailələrinin yanında və dəstək olurlar. O dediyim kimi diqqət və qayğılarını əsirgəmirlər. Və Göyçay rayon Qaraman kənd tam orta məktəbi də bütün vətənpərvərlik birinci evdən başlayır, sonra təhsildən və sonra ictimaiyyətdən yaranır. Burada Qaraman kəndinin tam orta məktəbin kollektiv iştirak edir. Direktoru Gövhər müəllimə öz təşəkkürümüzü bildirir və o uşaqların da şəhidimiz haqqında şeirlər söyləyirlər. Sən cənnətə üst tutan Göyçayın igidisən. 44 günlük döyüşdən xalqımın şəhidisən. Unutmarıq səni də, adın bizlə yaşayar. Gələcək nəsillər də xəyal adını daşıyar. Ey bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən, ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Dinlə məni, gözəl vətən, bir söz gəlir ürəyimdən. Qarabağın eşqi ilə sən, güləcəksən hər bir zaman. Azərbaycan, Azərbaycan. Eşq olsun sizə müəllimə. Neçə nömrəli məktəbin uşaqlarıdır, buyurun. Biz Qaraman kəndi orta məktəbin şagirdləridir. Kəndimiz kiçikdir, yəni bizim bir məktəbimiz var, orta məktəbdir. Bizim məktəbin şagirdləri və bizim məktəbin ən qürur verici, fəxr edəcəyimiz şagirdimiz Xəyal Həsənovdur. Biz hamımız oyla qürur duyuruq. İcazə verirsiniz, ümumi şəhidlərin ruhuna, şəhidlərə ait yazdığım bir şeiri deyərdim. Kağız qələm götürüb çıxacam dağ başına. Qələmi batıracam gözlərimin yaşına. O məktubu yazacam sənə Şuşadan şəhid. Yetim qoyub qızını, vətən yaşadan şəhid. Şuşadan yallı səsi gedib sənə çatdı mı? Şəhstə zənguləsi ruhunu oyatdı mı? Bələn xarı bülbülün ətrinə, qoxusuna. Arada bir qonaq gəl qızının yuxusuna. Vətənə sipər oldun cavan canınla şəhid. Sulandı vətən bağı qızıl qanınla şəhid. Sən mənim vətənimsən, mən sənin anan şəhid. Sən şəkildən gülümsə, ağlasın zaman şəhid. Biz həmişə fəxr edirik. Biz bütün el-oba Xəyalın evinə yığışanda, ailəsinə, ocağına yığışanda biz vətənə gəlirik deyirik. Biz vətəni ziyarət edirik deyirik. Allah
sizləri var etsin. Biz hər zaman söyləmişik ki, Azərbaycan müəllimlərinə hər birimizin borcu var. Çünki bizim oğullarımıza, bizim vətən yolunda, Qarabağ yolunda, torpaqlarımız yolunda canından keçən oğullarımıza evdə əgər anaları, ataları vətən sevgisini, bayraq sevgisini öyrətmişdisə, məktəbdə də müəllimlər öyrədiblər. Və Azərbaycan müəllimləri, Azərbaycan təhsili bu 30 ildə ki torpaqlarımız işğalda idi, sözün əsl mənasında oğullarımıza vətənpərvərliyi öyrətdilər. Öyrətdilər ki, heç Qarabağı görməyən oğullar, məsələn Göyçayda yaşayan bizim qəhrəman şəhid oğullarımız heç Qarabağı görmüşdülər, görməmişdilər ki. Qarabağı ancaq Şuşanı, Xankəndini, şəkillərini Xəyal müəllim harda görmüşdülər? Şəkillərdə, kitablarda, düzdür? Heç bəlkə o Göyçaydan olan bəzi şəhidlərimizin valideynləri belə Qarabağı görməmişdi. Amma onlarda gör müəllimlərimiz necə Qarabağ sevgisi oyatdılarsa, onlar dağını, daşını, cığırını, nə bilim döngəsini, enişini, yoxuşunu bilmədikləri, tanımadıkları Kəlbəcəri, Şuşanı, nə bilim Suqovşanı, bütün torpaqlarımızı qarış-qarış aldılar və hər qarışında bizim bir oğlumuzun qanı var. Nurayın xanım, çox sağ olun. Mən bütün analarımın, atalarımın əllərindən öpürəm. Mən Göyçayla fəxr eləyirəm, bir şəhid övladı kimi fəxr eləyirəm. Eldəniz qardaşım da şəhid övladıdır, özü də Qarabağ döyüşçüsüdür. Eldənizi biz yaxşı tanıyırıq. Bizim ikimizin də elə qanımız şəhid qanıdır və biz bir-birimizin qədrini bilərik, biz bir-birimizi çox istəyirik, biz şəhid ailəsi nədir bilərik, şəhid yolu nədir bilərik. Burada Göyçayda mən çox olam, indi əksəriyyətini tanıyıram, amma Göyçayın özünün bir tarixi var. Göyçayın özünün keçmiş bir tarixi var ki, Karaman adı bu kəndin adının özünün tarixi var, mən bunu bilirəm. Yəni Göyçayın dərinliyinə getmişəm, Nuru Paşagil Göyçayda döyüşüblər. 1918-ci ildə Nuru Paşagil Göyçayın Bığır kəndindən və bu Qaraman kəndindən məskunlaşıb buradan düz İsmailin aşağı çayına qədər döyüşə gediblər. Və buradan da Bakının xilasına gediblər. Bakının xilasına gediblər, bəli, sentyabrın 15-də və hal-hazırda da amin. Bığır kəndində Eldəniz müəllim, Bığır kəndində şəhidlikləri var onların. Biz keçən çəkilişdə Əzizov Qüdrətgilin ailəsində olduq. Burada anamızın da əlindən öpürəm, Bəhruz əmin də əlindən öpürəm. Yəni biz getdik, oranı da ziyarət elədik. Atamızın da, anamızın da əllərindən öpürəm. Biz dəfələrlə görüşmüşük, Bakıda da görüşmüşük, burada da görüşmüşük. O qədər çox istəyirəm bu ailəni, o qədər çox istəyirəm. Hamısını çox istəyirəm, amma şəhidinin... Onlar da sizi çox istəyirlər. Yəni şəhidinin adını yaşadan kimlərə ki qan pulu verilib, kimlərə ki dövlət tərəfindən məsələn məvacibatlar verilir. Bəli. Amma bu ailə şəhidinin bulağını tikib, şəhidinin yolunu düzəldib. Ona görə bu izdiham var, ona görə bu sevgi var və kənd cəmaatı da bilir ki, bu ailəyə dəyər verməli, ailədir ki, dəyər verir. Hamısına çox sağ ol deyirəm ki, ailənin yanındasınız. Mən də şəhid övladı kimi, Eldəniz müəllimdən Allah razı olsun, mənim fəxrimdir, qürurumdur. Bir şəhid oğlu kimi Eldənizin özünlə də fəxr edirəm. Bu Göyçay həqiqətən qəhrəmanlar diyarıdır. Şəhidimizin atası bəyəkləri adını bilmədim, deyir Alxanlı istiqamətində. Görsən ki, Alxanlı istiqamətində deyir, Göyçayda oturub Qarabağın hansı kəndin deyir. Bəli, o dediyi istiqamət, o əmimiz gəlsin yanma, əmi gəl yanma zəhmət olmasa, bu döyüşçü qardaşım da bilir. Biz illərdə həmən o Alxanlı istiqamətində biz gecələrlə orada erməni postları, müşahidələr aparırdıq. Oradan illərdə biz oradan həmən o müşahidə, o postundan biz Bayquş gözdən erməniləri müşahidə edik ki, onların hərəkətlərin, o dediyimiz yer ən Ohanyan xəttinin ən gərgin, necə sipəridir. Orada neçə səthlər var. Oranı keçmək üçün, yarılması üçün sizin oğlunuz orada qəhrəmanlıq göstərdi. Çünki izaçanlar idi onlar. Onlar canlarından keçməsəydi, bəli, o sağ qalan insanlar, yaralı qalan insanlar və yaxud da bizlər sağ qalmazdıq. Bu Qarabağımızı azad edəməzdik. O ilk yarılan həmən o Ohanyan xəttinin bu Alxanlı istiqamətində bəli, böyük itkilər, böyük döyüşlər oldu. Orada hətta bizim generalımız da deyir, Bərxadarov da deyir ki, o keçdikcə tankın birinin həmən yarılanında üstündən keçir,
biri şəhadətə ucalırdı, partlayırdı, dağılırdı. İkincisi onun üstündən gəlib keçirdi. İçində sağ qalanlar isə başqa səngərlərə girirdi, müdafiə olunurdu və belə yarıldı. Ya belə qan bahasına, can bahasına hər kəs onu gördü gözü ilə şəhadətə ucaldı. Siz dediyiniz sözə qüvvət, bax həmin Göyçayda oturub Qarabağın hansısa bir kəndin deyirsiniz, hansısa bir bölgəsini deyirsiniz, hansısa səngərin deyirsiniz. Bax bu vətən sevgisidir. Bax bu bizim birliyimizdir. Bizim Göyçayla Füzulinin arası nə boyda məsafədir. Ancaq İzaçanlardır. O bizim qardaşlarımız. Ona görə də Allah cəmi şəhidlərimizə rəhmət etsin. Göyçay həqiqətən qəhrəmanlar şəhərdir. Biz döyüşdən qabaq bura gəlirdik. Birinci Qarabağ döyüşündə elə xəyalla İsmaildan da keçəndə 172 şəhidi vardı. Səhv eləmirəmsə naməlumlarla bərabər biz gəlib bunları 2019-18 pandemiyada biz bu ərazilərdə olmuşuq. Gəzirdik, o şəhidlərimizi ziyarət edib bəzi ailələrin tam yaddan çıxmış ucqar kəndlərdə olanları ziyarət edirdik. Bu cür qəhrəmanlar, qəhrəman atalar böyüdüb bu evlatları. Anam bizə indi icazə verəcək. Biz hamılıqla bərabər Xəyalımızın qonağı olaraq Xəyalın evini ziyarətə gedəcəyik. Mənim əzizlərim, mən sizin hər birinizə, bizi hal-hazırda izləyən Azərbaycanlılarımıza, tamaşaçılarımıza sadəcə olaraq arzu eləyirəm. Bax, içimdən gəlir, arzu edirəm. Allahın bir lütfüdür ki, Allah hər insana imkan şərait yaratmır ki, şəhidin qapısını açıb içəri girəsən. Allah imkan verəndə o şəxslər o qapıdan içəri girir. Onun bəli, o evdə, o süfrədə əyləşib bir çay içmək. Ona görə mən sizə, hər birinizə arzu edirəm ki, Allah sizə də onu lütf etsin, o yolu sizə açsın, o qapını sizə açsın ki, bax bir şəhid anasıyla, bir şəhidin mübarək məzarının yanından onun evinin ziyarətinə gedə biləsiniz. Və yolunuz Göyçaya düşəndə burada bir qəhrəman oğlumuz var, burada bir qəhrəman xəyalımız var. Onu mütləq ziyarət edin mənim əzizlərim. Çünki dildə deməyək şəhidin ruhu şad olsun. Elə əməlimizlə də şəhidlərin ruhunu şad eləyə bilək. Qarabağ! Qarabağ! Şəhidlər ölməz! Şəhidlər ölməz! Şəhidlər ölməz! Şəhidlər ölməz! Qarabağ! Qarabağ! Şəhidlər ölməz! Şəhidlər ölməz! Qarabağ! Qarabağ! Murovdağın zirvəsində bayraq ucaldı. 44 günə vətənin yarası sağaldı. O gün bütün Azərbaycan ayaq üstə yetişdi o müqəddəsan qeyrəti göstər. Əskərimi güllələyənlər namaz üstə, qardaşları hər birinin qisasını aldı. Tarixə yazıldı bugün qələbən sənin, unutmarıq heç bir zaman heç bir əskəri. Millətin vətən yarası sağalı vardıq, cənnətin qapısından baxır şəhidlərin. Şəhidlərimizin hər dəfə evlərinə ziyarətə gedəndə təkcə onların doğmalarını, yaxınlarını görmürük. Bütün elimizi, obamızı görürük. Bütün kənd cəmaatını görürük. Şəhid sevərləri görürük. Şəhidə dəyər verənləri görürük. Və bütün bununla da biz Azərbaycanımızın birliyini bir daha şahid oluruq. Bugün buradayıq. Göyçayın Qaraman kəndidir bura. Qaraman kəndini əslində, belə deyim, tarixi bir kənddir. 1918-ci ilə gedir, çıxır bu kəndin tarixi. Nur Paşanın məhz bu kənddən ordusu ilə bərabər Göyçaydan Bakını işğaldan azad etmək üçün, Bakının azadlığı üçün Bakıya getməyi, hər kəs bu kəndi qəhrəman bir kənd kimi tanıyır. Amma bizim oğullarımız vətən müharibəsində canından keçən xəyal kimi oğullarımız şəhadətə ucaldıqdan sonra artıq Göyçayın, deyərdim ki, Qaraman kəndini Qaraman kəndi kimi deyil, qəhrəman xəyalın kəndi kimi tanıyırlar. Biz bura gələndə deyirik ki, bilirsiniz hansı kəndə gedirik? Xəyalın kəndinə gedirik. Xəyalın bibilərisiz siz elə. Bibi ana yarısı deməkdir. Bəzi rayonlarımızda, kəndlərimizdə hətta bibiyə mama da deyirlər, düzdür? Mən onu 40 çıxanacan böyütmüşəm.
40-dan sonra məktəbə gedib, ondan sonra 1-ci sinifə gedib, həmişə mən onun yanında olmuşam. O mənə anası görmüyor, anasını ana görmüyor, o mənə ana deyib həmişə. Ana onu bilməyib ki, nə tərbiyə qoyub mənim yanımda, ana söyünə gedib, həyətdə düşüb, iş görüb, ancaq onun işlərini mən saxlamışam. Bəli, bəli. O birinci sinifə gedəncən o mənim ayaqlarımın üstündə yatıb. Nə vaxt fikirləşərdiniz ki, xəyal böyüyəcək, gedəcək, işğalda olan torpaqlarımızı xəyal kimi... Fikirləşirdim, nədən fikirləşirdim? Onun əmisi şəhid qazi olmuşdu. O belə dedi ki... Sizin qardaşınız? Qardaşım qazi olub. O deyir ki, mənim əmim deyir, qazi olub deyir. Mən gedib əmmin qanın deyir, qisasını deyir, alacam, torpaqlarımızı azad edəcəm. Elə deyirdi. Amma onun əskərlik vaxtı dövrdü. Məktəbdə oxuyurdu da, peşə məktəbində. Bir gün gəlib deyir ki, bəs mən əskərliyə gedirəm. Dedim, sən əskərlik vaxtında deyir ki, bibi, mən gedirəm da, mən heç kəs saxlaya bilməz deyir. Torpaq könülə ərizə verib, xəbərimiz olmayıb. Yəni, şəhadətə ucalandan sonra yanın yoldaşları bizə deyib ki, siz bilmədiniz. O, özü ərizə yazı getdi, onu hökumət çağırmadı. Könüllü getdi. Demək, əskəri xidmətindən də 6 ay öncə... 6 ay öncə gedib. Oktyabr ayında, o şəhid olan ili o ayda getməli idi. Əskəri o ayda getməli idi, amma o şəhid oldu. Başa düşdüm. Gedib Göyçay liseyində oxuyurdu, peşə məktəbində. Oradan könüllü özü ərizə yazıb ki, mən əskəriyə getmək istəyirəm da. Bu yaxınlarda bizi orada tədbirə çağırmışdılar məktəbə. Onda orada Bahar müəllimi var. O da mənə dedi ki, xəyal özü dedi, könüllü getdi dedi. Dedim, ay bala, sən hələ məktəbi qurtarmamısan? Dedi, yox, müəllimə, gəlib davam elətdirəcəm. Amma o mənim özümə dedi ki, gedəcəm, şəhid olacam. Hələ siz onu belə deyib də, sözlər o qədər... Yox. Fəxr eləyirsiniz mənlə deyir. Sizin başınıza həmişə uca eləyəcəm. Çox qəribədir ki, əziz tamaşaçılarımız, şəhidlərimizin böyük əksəriyyətini, mən deyərdim ki, hər birinin valideynləri ilə söhbət edəndə, müsahibələr alanda hər biri deyir ki, şəhadətə ucalmazdan öncə, hətta vətən müharibəsi başlamazdan öncə belə evdə söhbət əsnasında danışanda deyirdi ki, mən elə bir şey eləyəcəm ki, siz mənimlə fəxr eləyəcəksiniz. Adətən bu sözü hər saat adam evdə deməz, yəni anaya, ataya deməz. Hətta bu sözü deyəndə belə evdəkilər bir balaca adama gülər də ki, sən nə eləyəcəksən ki, səninlə bütün ailə, bütün el-oba fəxr etsin. Demək ki, biz bilmirmişik. Onlar seçilmişlər idi. Onlar bilirdilər ki, nə vaxtsa Ali Başkomandanın bu əmri gələcək və onlar bizim torpaqlarımızda olan bu terrorçu qruplaşmaları, bu bizim torpağımızı işğal edənləri qovub bu torpaqdan çıxaracaqlar. Bilirdilər ki, o tarixi günlərdə onların imzası olacaq, onların adı olacaq ki, onlardan biri də bizim 18 yaşlı xəyalımızdır. Bəzən düşünərik ki, 18 yaşında bir oğlan bu müharibədə, odun alovun içində görəsən bir addım geri çəkilərmi? Görəsən onun ürəyində bir qorxu, ürkü olarmı? Birində belə olmuyor. Biri bir addım geri çəkilmir. Özü qorxaq uşaq idi. Müharibəyə getdi. Elə bir ki, uşağın canına qüvvət gəldi. Əvvəla, mən qardaşımın balasını sahib gəldiyiniz üçün mən bu ilə fəxr edirəm. Sizə ömrü boyu minnətdaram. Hamı danışır, mən o ilə fəxr edirəm. Sizi görəndə evim ki, mən göyün yerdən qaldıb, göyün yedinci qatına qaldıb. Rahmetli həmişə deyir, arzum idi ki, Allah, nə olar, ən böyük arzum budur ki, gəlib mən qardaşımın balasını da çəkilir. Minnətdaram sizə. Dünyalar qədər elə bilim ki, mən göyün yedinci qatına. Elə bilim ki, mən bütün dünyanı verir. Çox sağ olun, minnətdaram sizə. Dünyalar qədər. Əslində bizim heç birimizə təşəkkür etməməlisiniz. Burada təşəkkür olunacaq bir insan varsa, o da bizim qəhrəman şəhidimizin anasıdır, atasıdır, doğmalarıdır. Siz övladınızı, siz oğlunuzu, bax bu evin ağı qarası, gözünüzün ağı qarası, bircə tək övladınızı, tək bir oğul balanızı bizim uğrumuzda qurban verməyə hazır olmusunuz. Bu böyük şücaətdir, bu böyük qəhrəmanlıqdır. Biz şəhidlərimizə qəhrəman deyirik, amma o qəhrəman şəhidlərimizi dünyaya gətirən analar, atalar qəhrəmandır. Əsl qəhrəman onlardır ki, onlar qəhrəman oğul böyüdə biliblər. Hər ailədə qəhrəman doğulmur və qəhrəman böyümür.
Nə qədər ki bizim torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz oldu. Onların hər birinin anası atası qəhrəmandır ki, onlar oğullarını bax bu cürə böyüdə bildilər. Deyirdi ki, zarafat edirdi, bu küçə mənim adım olacaq, bu küçə mənim adım, bu küçə mənim adım olacaq, bu küçə mənimdir. Çıxın, uşaqlara zarafat edib, çıxın bu küçədən, bu küçə mənimdir. Elə o küçədə onun adını oldu. Bu küçədə adını oldu. Ona görə deyirlər ki, şəhidlərimiz doğrudan da seçilmişlərdir və bəxtini, taleyini, qismətini əvvəldən bilib onlar. Heç kəs deyə bilməz ki, yaşadığı küçəni, vaxt gələcək bu küçə mənim adım olacaq. Düz deyirəm, əziz tamaşaçılarımız. Yəni hər birimiz səmimiyyətimizlə bunu deyək ki, heç birimizin ürəyinə və ağlına heç vaxt gələ bilməz ki, yaşadığımız küçəni deyək ki, bu küçə mənim adım olacaq. Amma mən bir çox şəhidlərimizin evində doğmalarının dilindən eşitmişəm ki, şəhidlər deyiblər ki, bax bu küçə mənim adım olacaq. Ana çox sağ ol, təşəkkür eləyirəm. Bugün biz əziz tamaşaçılarımız xəyalımızın adına gəldik bura, amma tək gəlmədik. Bizimlə bərabər gör nə qədər qonağınız gəldi sizin. Sağ olun, Allah köməyiniz olsun, Allah hamımızdan razı olsun. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Ailələrində də Allah səbir versin. Çox sağ olun sizə. Təşəkkür edirik sizə də. Amin. Amin. Çox İcazə ver öpüm səni. Sağ olun. Allah köməyiniz Can, olsun. Allah can. canınızı sağ eləsin. Allah kollektivinizi də var eləsin. Çox sağ olun. Sağ olun. Ən gözəl günlərə gələk bura Göyçayımıza. Çox sağ olun. Qaraman kəndinə. Amin. Xəyalımızın evini, qapısını, ziyarətgahını ən gözəl günlərdə gələk. Çox sağ ol. Allah kömək Ata buyur olsun. mənim əzizim. Çox sağ ol. Təşəkkür edirəm. Sağ olun. Allah sizə də var eləsin. Allah bütün şəhidlərimizə rəhmət edin. Şəhid analarını qorusun, şəhid atalarını qorusun. Allah sizlərə də var eləsin. Nə eləyim, necə eləyim, həyatda deməyəsiniz. Xəyalın ocağıdır bura. Bura ziyarətgahdır. Hər kəs bu kəndi, bu ocağı ziyarət eləsin. Gəlsin anamızın çayını içsin. Gəlsin anamızın yeməyin yesin. Gəlsin anamızı ziyarət etsin ən azından. Yəni bu qapı açıqdır hər bir insana. Hər bir əmimiz görsən çağırır ki, gəlin də. Gəlin də bu qapıya gəlin. Qapı açıqdır. Qapıları hər zaman sizin üzünüzə açıqdır. Burada Göyçayın Qaraman kəndidir. Hələ qonaqlarımız var. Bilirsiniz içəridə nə qədər qonaq var. Bura Qaraman kəndidir. Və bizə dedilər ki, Xəyal müəllim, bu küçədə, bax bu gördüyünüz küçə, istəyirəm operatorumuz belə bu küçəmizi də çəksin. Bu küçə dedilər ki, Xəyalın adına verilib. Bu küçəmiz Xəyal Həsənov küçəsidir. Qəhrəman Xəyalımızın adına olan küçədir. Bu ailələrin bir dənə istəyi var, çayını içək. Sevinirlər, valla bunlara maddiyyət lazım deyil. O quru çay var ha, onu o şəhidin qapısını döyüb o çayı içəndə o qədər xoşbəxt hiss edirlər öz. Bəlkə də bunları bir-birinə belə bağlayan bu şəhid ailələrdir. Başqa bunların heç bir dərdi yoxdur valla. Bu analarımızın heç bir təmənaları yoxdur. Nə dövlətimizdən, nə xalqımızdan. Sadəcə içimizdə vətənpərvərliyimizi aşılayaq və bu anaların yanında olaq. Allah sizdən də razı olsun. Əziz qardaşım, keçən il bax sizin yanınızdaydı. Söz vermişdik ki, gələn il bir də gələcəyik. İnşallah. Sözümüzə deyir, əməl etdik, bir də gəldik. Xoş gəlmisiniz. Hər birinizə minnətdarlığımızı bildiririk bir şəhid atası olaraq. Siz bizləri yad eləyirsiniz. Xeyirli qardaşıma da səbir diləyirəm. Nə deyək, siz tək bir gün xeyirli qardaşımızı yox, bütün şəhid ailələri sevindirdiniz buraya ziyarətinizlə. Çox sağ olun, Allah ziyarətinizi qəbul eləsin. Nuranə xanım, xoş gəlmisiniz. İlk növbədə Space kanalına təşəkkür edirəm. Bizim bu şəhidlərimizi yad eləyirlər. Allah onlardan razı olsun. Göyçayın 47 şəhidi var. Hamısının qapısı sizlərin üzünə açıqdır. Siz əvvəlcə qeyd elədiniz ki, bura ziyarətgahdır. Onlar bizim hər şeyimizdir. Kəbəmizdir, Mədinəmizdir. Hər şeyimizdir bu şəhid ailələri. Onların bir istəkan çayı bizə dərmandır. Şəxsən mən özüm də şəhid anasıyam. Polkovnik leytenant Vidadi Xəllovun anasıyam. Çox sevindim. Bizim Qaramanı, Göyçay rayonunun Qaraman kəndini sayıb xəyalımızın işığına gəlmişsiniz. Var olun. Allah Xəyal qardaş, sizin də atanıza Allah rəhmət eləsin. Amin, amin. Müşfiq müəllim, çox sağ olun. Siz də bir döyüşçü kimi olmusunuz. Həmişə vətənpərvər olmusunuz. Nuranə xanım da şəhid sevər bir xanımdır. Allah sizləri var eləsin. Həmişə qapımız üzünüzə açıqdır.
təşəkkür eləyirəm. Bir daha anaya, ataya minnətdarlığımı bildirirəm. Həm öz adımızdan əziz tamaşaçılarımız, həm də bütün tamaşaçılarımız və bütün Azərbaycan xalqı adından minnətdarlığımı bildirirəm. Bu qədər qonağı bugün qəbul etdiniz. Xəyalın qonaqları olaraq Xəyalın adına bu qapını açan hər kəsi könül xoşluğu ilə, gülər üzlə qarşıladınız. Allah hər zaman evinizdə xeyir işlər nəsib etsin. Biz də bu qapıya sevinə-sevinə gələk. İndi biz Hardadır qardaşımın evi? Göyçərənin Qaraman kəndində. Can, əziz qardaşım. Qardaşım təkcə mənim qardaşım deyil, sizin də qardaşınızdır. Göyçaydan yolunuz keçdisə gəlin bura. Gəlin, bax, gecən hansı vaxtında olsa. Can, gecən hansı vaxtı olsa. Allah razı olsun. Allah razı olsun. Üzdən kasıb olmağı deyil, amma ürək kasıb deyil. Allah sizi qorusun. Sağ olun, çox minnətdarım.